Allah Resulü sallallahu aleyhi ve sellem bizlərə buyurub ki, əmr edib ki, başına müsibət gəldiyi zaman, kədər, üzüntü gəldiyi zaman hansı duanı et. İnsan başına müsibət, sıxıntı, kədər, acı gəldiyi zaman Allaha bu duanı etməlidir və bu dua müsəlman qalasında var və bu duada Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahumma inni abduka və bunu abdika və bunu amətik nasiyeti biyedike madun fiyyə hukmuk adlun fiyyə qadauk. Allahım, mən sənin qulunam, qulunun oğluyam, xidmətçinin oğluyam və idarə etməyim sənin əlindədir və mənim barəmdə verdiyin hökm baş verəndir və mənə yazdığın hökm də ədalətlidir. Əs'əlukə bikulli ismin huvə lək səmmeytə bihi nəfsək əv əlləmtəhu əhədən min xalqik əv ənzəltəhu fi kitabikə əv istəəthərtə bihi fi ilmil qaybi indək. Sənin bütün adlarınla və həmçinin də özünü adlandırdığın adlarla və məxluqatdan kimlərəsə öyrətdiyin adlarla və yaxud da kitabında nazil etdiyin adlarla və yaxud da öz yanında qeyb elmdə saxladığın adlarla səndən istəyirəm ki, ən təcələl Qur'ana rabi'a qalbi və nura sadri və ciləə hüzni və zəhəbə həmmi. Səndən diləyirəm ki, Qur'anı qəlbimin baharı, köksümün nuru, üzüntümün aradan qalxması və kədərimin getməsi üçün səbəb et. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər bir qul bu duanı edərsə, Allah azze və cəllə onun kədərini, üzüntüsünü aparar və o kədərinin, üzüntüsünün yerinə ona bir çıxış yolu verər və həmçinin də və yaxud da ona fərəh və sevinc nəsib edər. Həqiqətən bu dua əzəmətli duadır. Bu duada birinci məsələ, 4 şey bu duada keçib. Birinci məsələ odur ki, bu duada Allaha qulluq məsələsi var. Allahın qabağında qulluq məsələsi, ona boyun əymək məsələsi var və etiraf etmək ki, biz onun qullarıyıq və biz onun mülküyük. Atamızdan, anamızdan ta ki, Adəm və Həvvaya qədər necə duada keçdiyi kimi, Allahım, həqiqətən də sənin qulun və həmçinin qulunun oğluyam, xidmətçinin oğluyam. İkinci məsələ isə qəza və qədər iman məsələsidir. Və bu məsələ də ondan ibarətdir ki, Allah Subhanahu wa ta'ala istədiyi olur, istəmədiyi isə baş vermir. Allah Subhanahu wa ta'ala hökmləri heç kim dəf edə bilməz, heç kim onları geriyə çevirəməz. Necə ki, burada keçdiyi kimi, idarə etməm, kəklim sənin əlində və həmçində barəmdə verdiyin hökm yerinə yetəndir və həmçində bu hökm ədalətlidir. Üçüncü məsələ isə ad və sifətlər məsələsidir. Allah Subhanahu wa ta'ala ad və sifətləri öyrənmək və bunları bilmək, bunları əzbərləmək, yəni əzbərləyib həmçində bunları həyata keçirtmək və bu adlarla Allaha yaxınlaşmaq həqiqətən insanın kədərini, sıxıntısını aradan aparır. Necə ki, duada keçdiyi kimi, bütün adlarınla və həmçində özünü adlandırdığın adlarla və yaxud da məxluqatdan kiməsə öyrətdiyin adlarla və yaxud da kitabına nazil etdiyin və ya öz yanında qeyb elində saxladığın adlarla səndən istəyirəm, səndən diləyirəm, ey Rəbbim. Və dördüncü məsələ isə Qur'an məsələsidir. Qur'ana diqqət, Qur'ana qayğı ki, insan Allahdan istəməli ki, Allah azze və cəllə Qur'anı onun qəlbinin baharı eləsin və köksünün nuru etsin və həmçinin də onun üzüntüsünün, kədərinin aradan qalxması üçün bir səbəb etsin. Ona görə insan əgər Qur'anı əzbərləyərsə, oxuyarsa, təkrarlayarsa, tilavət edərsə və orada olanları əməl edərsə və orada olanları tətbiq edərsə, o zaman insan rahatçılığa nail olmuş olar və o zaman insan kədərdən, üzüntüdən uzaq olmuş olar. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu duada Allahdan dilədi ki, Allah Qur'an onun qəlbinin baharı, köksünün nuru, üzüntünün aradan qalxması və həmçinin də kədərinin getməsi üçün səbəb etsin.